Hər vaxtınız xeyir olsun dostlar. Bu videoda belə bir suala cavab vermək istəyirəm və bu mövzu haqqında danışmaq istəyirəm. Deməli, proqramçılar və quality assurance və ya tester kimi tanıdığımız insanların münasibəti necə olur şirkətdə? Normalda proqramçıların zəhləsi gedir testerlərdən və səbəb də onların işinin yoxlanmasıdır. Yəni testerlər bir növ proqramçıların gördüyü işi yoxlayırlar və bu istər-istəməz developerlərdə qıcıq yaradır və proqramçıların hamısı bunu tolerant qəbul edə bilmir və şirkətdə hətta öz başıma gəldiyi olub ki, proqramçı mənə neqativ münasibət göstərib və əsəbi olub. Mən nəsə soruşanda daha da çox qıcıqlanıb və əsəbləşib. Belə hallar normaldır. Siz bir tester olaraq bu hallarla rastlaşsanız, mütləq şəkildə buna fərqli bir yanaşma ilə baxın. Heç vaxt davaya yönəlməyin, mübahisə etməyə yönəlməyin, dalaşmağa, yəni nəyəsə sübut etməyə çalışmayın və yavaşca həmin proqramçı ilə dil tapın. Çünki komanda işləyərkən bu çox önəmlidir və siz bir tester olaraq sizin məqsədiniz əslində proqramçının nəyisə səhv etdiyini göstərmək yox, biznesin tələblərinin ödənməsini yoxlamaqdır. Yəni biznes hər hansı bir tələbi qoyub və həmin tələb ödənir yoxsa ödənmir sualına cavab verməkdir və nə dərəcədə yaxşı ödənir. Ola bilər ki, proqramçı üçün, məsəl üçün, yazının bir damcı balaca olmağı önəmli deyil, amma biznes üçün bu önəmlidir və proqramçı deyə bilər ki, bu belə də olmalıdır. Amma biznes tələbi başqa cürə qoyubsa, bunu artıq proqramçının istəyindən yox, biznesin tələbindən asılı olaraq müzakirə edirsiniz, izah eləməyə çalışırsınız. Təcrübə önəmlidir belə hallarda. Siz əgər təcrübəlisinizsə, maksimum dərəcədə çalışacaqsınız həmin problemin nədən yarandığını tapasınız. Sadəcə developera deməyəsiniz ki, bu işləmir və hətta bir növ nəyə görə işləmir, onu da müəyyənləşdirib deyəsiniz. Belə olduğu halda artıq developer bir növ görür ki, həqiqətən də siz düzünü deyirsiniz və ondan sonra birinci dəfə, ikinci dəfə, üçüncü dəfə axı gec-tez artıq sizin niyyətinizi başa düşür və sizin etdiyiniz addımları başa düşür, görür. İstər-istəməz sizinlə daha yaxşı münasibətdə olur və ümumiyyətlə, əgər bu videoya developerlər də baxırsa, proqramçılar da baxırsa, komanda şəklində birlikdə işlədiyiniz halda bu problemlər daha tez çözülür və daha tez həll olunur. Yəni siz sadəcə mübahisə etməkdənsə ki, kim düz deyir, siz problemin ya bug deyək, defekt deyək, problemin, bug'ın, defektin nədən yarandığını və necə həll olunma imkanları var, o haqda düşünsəniz birlikdə, bəlkə də daha tez nəticəyə gələcəksiniz və daha tez həllini tapacaqsınız və bununla da həm komanda xoşbəxt olacaq, həm nəticələr yaxşı olacaq, həm də şirkətin uğuru sizin də uğurunuz kimi sizə daha çox paracıqlar gətirəcək. Hələlik bu qədər. Bu mövzu ilə bağlı suallarınız yaranırsa, mütləq şərh hissəsində qeyd edin. Qeyd edim ki, mən də müsahibələrdə adətən belə suallar verirlər ki, yəni developer ilə konflikt yaransa necə həll edirsiniz və ya belə bir halla üzləşmisiniz yoxsa yox və əsas məntiq orada sizin həmin situasiyada necə reaksiya verməyinizdəndir. Kanala abunə olmağı unutmayın. Bizim Manual QA kursumuzu əldə etmək istəsəniz bizimlə əlaqə saxlayın. Çünki daha sərfəli şərtlərlə əldə edə biləcəksiniz. Biz də əlimizdən gələni edəcəyik ki, siz o kursu götürüb sadəcə kolleksiya kimi saxlamayasınız, bitirib nəticələr əldə edəsiniz. Bu bizim üçün önəmlidir. Sağ olun, gəlin görüşlərədək.